Salam, bu videoda bu olimpiyada sualına baxacağıq. Əvvəlki videomuzda fizika sualına baxmışdım. Bu video isə riyaziyyat sualına həsr eləmək istəyirəm. Bildirmək istəyirəm ki, bu sualın birdən çox həlli ola bilər, ancaq mən sizə bunun ən sadə üsulla həllini göstərəcəm, həndəsi üsul. Birinci sualımızı oxuyaq. X, Y və Z müsbət həqiqi ədədləri verilmiş tənliklər sistemini ödəyirlər. Bu tənliklər. Daha sonra deyir ki, bu ifadənin qiymətini tapın. Biz bu ifadənin qiymətini iki fərqli yolla tapa bilərik. Həndəsi və cəbri. Mən sizə həndəsi üsulu göstərəcəm. Cəbri üsul çox uzundur. Həndəsi üsulundan biz bunu kosinuslar teoreminə oxşada bilərik. Yazırıq. 27 bərabərdir. X, Y xəttinin kvadratı bərabərdir. X kvadrat plus Y kvadrat çıxılsın 2x, Y kosinus A. Burada kosinus A hər biri üçün eyni olacaq. Ona görə hər biri üçün fərqli şey yazmayacaq. Buradan kosinus A'yı tapırıq. Bu, ümumiyyətlə X, Y-ə bərabər olmağı üçün kosinus A bərabər olmalıdır. Mənfi 1/2'ye. Buradan A'yı da tapa bilərik. A da bərabərdir. 120 dərəcə olmalıdır ki, kosinus A mənfi 1/2 olsun. Daha sonra mən sizə 3 bucaq çəkəcəm. Onun üstündə daha rahat göstərmək istəyirəm. Gördüyünüz kimi 3 bucağımızı çəkdik. Burada da dediyimiz kimi bu tərəflərin hamısı 120 dərəcə olacaq. 120, 120 və 120 dərəcə. Tərəflərimizdə işarələyək. Gördüyünüz kimi X, Y xəttinin uzunluğu bunun kök altına bərabər olacaq. Yəni 3 kök altında 3'ə. Z, Y-da bunun kök altısıdır. Yəni 4. Bu da həmçinin bu kök altında 43'ə bərabər olacaq bu xətt. Daha sonra biz bunu sahələrin bərabərliyi ilə tapa bilərik. S1, S2 və S3 yazaq. Buradan S1 plus S2 plus S3 bərabər olmalıdır S ümumiyə. Buradan S1, S2, S3 tapaq. Daha sonra S ümumiyi tapacaq. S1 bərabər olmalıdır düsturumuza əsasən 1/2 vurulsun Z xətti, Y xətti, X, Z, Y vurulsun sinus 120. S2 də həmçinin 1/2 S2 Z və X xəttləri ilə olacaq. Z vur X vur sinus 120 dərəcə. S3 də həmçinin 1/2 vurulsun Y və X, Y sinus 120. Buradan mən bunu düz bucaqlı 3 bucaq kimi çəkməyimin bir səbəbi var idi. İndi bunu sizə göstərəcəm. Gördüyünüz kimi mən bunu çəkəndə bunun kvadratı ilə bunun kvadratı bunun kvadratına bərabərdir. Bu da ancaq Pifaqorda ödənir. Yəni bura 90 dərəcə olacaq. Bura 90 dərəcə olduğuna görə biz S ümumi daha rahat tapa bilərik. S ümumi bərabər olacaq 4 vurulsun 3 kök altında 3 bölünsün 2. Buradan 2 ilə 4 ixtisar gedir. Burada qalır 2. Daha sonra S1, S2, S3 toplayaq. Sinus da nəyə bərabər olacaq? Sinus 120 bərabərdir. Kök altında 3 bölünsün 2. Hamısını sinus 120 bölünsün 2 mötərizə daxilinə alacaq. Yazırıq. Sinus 120 yerinə qoyaq. Kök altında 3 bölünsün 4. İfadəmizi yazırıq. Gördüyünüz kimi həmin ifadə burada alınır. ZY plus ZX plus YX bərabər olmalıdır S ümumiyə. Onu da yerinə qoyaq və cavabımızı tapaq. 2 vurulsun 3 kök altında 3. Buradan kök altında 3'lər ixtisar gedir. Buradan 4 gəlir bura. Bu ifadəyə də K deyək. K bərabər olur
4 vur 2 vur 3. Yəni burada yazaq. Vur 2 vur 3 vur 4 bərabər olur 24-ə. Cavabımızı tapdıq. Cavab budur. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və like atmağı unutmayın. Bundan sonraki videolarımızda izləməyi unutmayın. Sağ olun.